Salam, hörmətli kanal izləyicilərimiz, Binəsimən Masadır qəsəbəsində 2 ailə yararlı 2 mərtəbəli evimizdən mən tanış edirəm. Evimiz xatırladım ki, qismən əşyalı satılır. İstəyə görə tam əşyada satılır və yaxud da ki, qismən əşyalı satılır. Evimiz yaşayışlı evdir. İkinci ev kimi istifadə olunur. Kombi pətəklərinə kimi qoyulan balı pətəklərdən qoyulub. Pəncərəsinin qarşısını kəsən bir məsafə yoxdur. Daha doğrusu maneə yoxdur. Buradan gördüyüm hasardan da məsafəsi 1 metrdən çox məsafə var. Evin arxa tərəfindən keçmək olur. Pəncərələr buzlu şüşədir. Bax, belə bir evimizin yataq otağı var. Yuxarı mərtəbədə isə xatırladım ki, evimizin giriş qapısı sağda mətbəximiz, düz otaq kimi düzəldir. Solda qonaq otağımız, yataq otağımız və yaxud da istəyə görə burada 1, 2, 3, 4 dənə otaq burada aşağıda yenə də əlavə olaraq 2 dənə otağımız orada aşağıda yerləşir. Buraya isə sanitar qovşağımızdır. Bütün avadanlıqlar qoyulub və bura yenə bax, belə bir yataq otağıdır. Buranın da pəncərəsinin qarşısını kəsən bir maneə yoxdur. Arxa tərəfdə məsafəsi 1.50-dir və 1.50-də də yenə də əlavə olaraq keçid var ora. Buraya isə evimizin qonaq otağıdır. Buradan da pəncərəsinin qarşısını kəsən maneə yoxdur. Birbaşa öz həyətinə baxır. Burada da kompletəyə qoyulub hörmətli kanal izləyicilərimiz. Bir daha xatırlayım, evimiz ikinci ev kimi istifadə olunur. Əslində qanunla bura mətbəxdir, amma belə gördüyünüz taq qoyulub, yəni mətbəx aşağı salıblar. Yəni mətbəx avadanlıqlar burada hamısı çəkilib hazır vəziyyətdədir. Kanalizasiya xətti, qaz xətti, elektrik, santral işləri hamısı görülüb. İndi isə mən sizə birinci mərtəbəsindən tanış edəcəm. Fasad görünüşü, bax bu cürlərdə hörmətli kanal izləyicilərimiz, evimizin birinci mərtəbənin giriş qapısı buradadır. Kombisi də işləf vəziyyətli 28-li kombidir və birinci mərtəbə stupolla təsis olunub, əlavə su çəndəkim var. Qaz, su, işıq, mərkəzi konsept lamstam qaydasındadır. Buraya isə İstəyə yox, boya qonaq otağı da edə bilərsiniz və yaxud oturdur, evin altında bir setka edə bilərsiniz. Burada elə bir yataq otağımız burada var, sanitar qoşulan dururlar, solda isə mətbəximiz var. Evin arxa tərəfindən də mən sizə göstərdim, qoşadaşlı inşa olunub. Evin də torpağının tam ki, sənədləri qaydasındadır. Gördüyünüz 1 metr 50 sm evin arxasında keçid də var. Və buradan göstərdim hörmətli bir otağımız bax burada sağ tərəfdə yerləşir. Buraya isə evimizin sanitar qoşağıdır. Buranın yeri ümumi istipolla təsis olunub və burada əsas giriş qapısı buradandır və bu otaq buradan da giriş qapısı qoyulub. Və yer istipoldur, mətbəximiz burada yerləşir hörmətli kanal izləyicilərimiz. Evimizin qiyməti isə 82 min manata satışa çıxıb. Təzyiq olaraq sözsüz ki, real alacağına yenə də endirim olunacaq. Evin də torpağın tam ki, sənədləri qaydasındadır. İpoteka yararlıdır. Qismən əşyalı satılır. Əlavə məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola biləsiniz.